sosial şəbəkələrdə olmayan əxlaqın, olmayan tərbiyəsinin, konkret olaraq tərbiyəsizliyini, əxlaqsızlığını nümayiş etdirən insanlara qarşı son vaxtlar ciddi tədbirlər görülməyə başlayıb. Xüsusilə müvafiq qanunvericilik təsdiqlənəndən sonra istər polis əməkdaşları, polis orqanları tərəfindən, istərsə də prokurorluq orqanları tərəfindən həmin şəxslərə qarşı ciddi tədbirlər görülür. Bu sevindirici haldır. Şəxsən mənim çoxdan gözlədiyim bir haldır. Mən hələ keçən ildə bu barədə bir dəfə danışmışdım. Sözün həqiqi mənasında sosial şəbəkələrə daxil olmaq artıq mümkünsüz hala gəlib. Bu əxlaqsız, bu tərbiyəsiz, ailə tərbiyəsi görməyən insanların əlindən sosial şəbəkələrə girmək mümkün deyil. Biz xəbər paylaşırıq və orada da çox qalmaq onların əlindən mümkün deyil. Deməli, sosial mediaya daxil olursan, dərhal qarşına çıxır. Və bu məsələlərlə bağlı həmin insanlara qarşı dediyim kimi çox yaxşı tədbirlər görülür. Mən bu deməli tədbirləri dəstəkləyirəm və genişlənməli, sürətlənməlidir. Son vaxtlar isə bir neçə deməli xüsusilə TikTokda məşhur olan şəxslərlə bağlı tədbirlər görülməyə başlayıb. Mən onların adını çəkməyi heç özümə rəva bilmirəm. Həmin şəxslər ya həbs olunur, ya da cərimələri, ya inzibati qaydada həbs olunur. Bu deməli məsələ genişlənməlidir, mən hesab edirəm ki, çünki bizim gələcəyimiz naminə övladlarımızın yaxşı təlim-tərbiyə alması, cəmiyyət arasında tərbiyəli, yəni mədəni bir mühitdə yetişməsi üçün bu tədbirlərin böyük əhəmiyyəti var və dəstəkləmək lazımdır. Yoxsa əks təqdirdə cəmiyyətdə onsuz da aşınmaya məruz qalan, son illər aşınmaya məruz qalan təəssüf ki, dəyərlərimiz getdikcə daha da deməli degradasiyaya uğrayacaq və cəmiyyətimizdə bu tərbiyəsizlik baş alıb gedəcək. Bunun qarşısını almaq mümkün olmayacaq. Yaxşı ki, bu qanun layihəsi təsdiqləndi, qəbul olundu və müvafiq tədbirlər görülməyə başlayıb. Təkcə mən hesab edirəm ki, bu şəxslərə qarşı yox, həm də həm polis əməkdaşları, polis orqanları, həm də prokurorluq orqanları bunlar öz başına eləmir bunu. Bəlkə də onların arasında məqsədli şəkildə cəmiyyətin bu əxlaqi dəyərlərini pozmağa cəhd edən, bunu məqsədli şəkildə eləyənlər var. Həmçinin bunlar dediyim kimi öz başına eləmir, bunları həvəsləndirənlər var. Çox təəssüflər olsun ki, ciddi xəbər paylaşanlara, ciddi işlə məşğul olanlara burada dəstək verən yoxdur. Həmin şəxslər canlı yayımlarına deməli yüz minlərlə vəsaitlər göndərilir, hədiyyələr şəklində. Mən hesab edirəm ki, həmin deməli bu insanlar, bu əxlaqdan kənar insanlar saxlanılan zaman, onlar barəsində tədbir görülən zaman o məsələlər də araşdırılmalıdır. Bunları həvəsləndirən şəxslər ortaya çıxmalıdır. Bunları həvəsləndirən o hədiyyələri göndərən insanlar da ortaya çıxmalıdır və onlar da öz cəzasını almalıdır. Mən hesab edirəm ki, belə tərbiyəsiz, əxlaqsız insanlara hədiyyələr göndərən, onları cəmiyyətimizin deməli milli mənəvi dəyərlərini, əxlaqi dəyərlərinin degradasiyaya, aşınmaya məruz qalmasına şərait yaradan şəxslərin də üzə çıxmasına, ifşa olunmasına ehtiyac var. Onlar görək nəyin müqabilində həmin hədiyyələri göndərir və bu insanlar daha da bizim dəyərlərimizin aşınmaya məruz qalması üçün vuruşurlar, canlarını dırnaqarası fəda edirlər. Ona görə də həmin şəxslər də ortaya çıxmalıdır və onlar da öz cəzasını almalıdır ki, həmin maliyyə hardandır, onlara göndərilən o şirdir, pələngdir, nə bilim, qiymətli hədiyyələrdir, vəsaitlərdir, hardan gəlir, niyə göndərilir, nə üçün göndərilir? Bəlkə bu məqsədli şəkildə edilir. Ona görə də mən bir daha polisin, prokurorluq orqanlarının apardığı bu tədbiri dəstəkləyirəm və bunun genişlənməsini istəyirəm. Eyni zamanda dediyim kimi, həmin şəxslərin bunları dəstəkləyən adamlar da üzə çıxmasını mən çox istəyərdim. Bütün hamı da belə insanlara qarşı səfərbər olmalıdır. Bunlara qarşı fikirlərini bildirməlidir ki, bu sosial media biraz saflığa çıxsın, duruluğa çıxsın, təmizlənsin. Yoxsa getdikcə bizim dəyərlərimiz daha da bərbad hala gələcək.